Essential Words 1'in Unit 1, 2, 3'ündəki sözlərin əsasına qurduğum cümlələr. Bu köynək məktəbə uyğundur. This shirt appropriate to school. İş görüşməsinə uyğun paltar geyinmək vacibdir. It is important to wear appropriate clothes to work meeting deyək. Itdən uzaq dur, o təhlükəlidir. Away from dog. It is dangerous. Sən pis vərdişlərdən uzaq durmalısan. You must stay away from bad habits. Diqqət eləyin. Kim, nə, birinci, ikinci, nə etməliyik, üçüncü, niyə, nə üçün və yaxud da nədən, axırda da zaman, bunlara diqqət eləyin. Partamın üstündə bir neçə kitab var. Burada artıq there are some books. Orada several sözü idi, bir neçə. There are several books on my desk. Dedik, several'dan sonra isim həmişə cəmdə olmalıdır. Bir neçə insan gəlmişdi iclasa dünən. Several people came to meeting yesterday. Baxın, several people, bir neçə insan came, gəlmişdi. Hara? Meeting, iclasa. Nə vaxt? Yesterday, dünən. Sən bu asan riyaziyyat misalını həll edə bilərsən. You can solve this easy math problem. Pisləşmədən bu problemi həll etməsən. You must solve this problem. Getting worse. Güman edirəm ki, bugün yağış yağacaq. I suppose it will rain today. Sonra, güman edək ki, lotereyanı udacaqsan. Nə edəcəksən? We suppose you won lottery. What will do? Tort çox şirin idi, amma dadlı idi. Şirin idi, amma dadlı idi. The cake was so sweet, but tasty. Mən xüsusi bir oyuncaq istəyirəm, hər hansı bir yox. I want a special toy, not any one. Dayandıraq Wi-Fi-yə. Onun tarixə xüsusi marağı var. He has a special interest to history. Nitqində o təhsildəki problemlərə toxundu. Yəni, toxundu, istinad etdi. He referred to educational problem in his speech. He referred to, o toxundu. Nəyə? To educational problem. Təhsildəki problemlərə. Harda? In his speech, nitqində. Onun sinifdə yaxşı münasibəti var. He has good attribute in class. Sənin işə olan münasibətin uğuruna təsir edir. Deməli, your attribute to work affects your success. Affects, təsir edir. Your success sənin uğuruna. O qapıya tərəf getdi. He went toward door. Onun dostlarına olan münasibəti dəyişib. His attitude for friends has changed, dəyişib. Oyuncağını itirdiyi üçün o üzgün idi. He was sad because he lost his toy. Pis xəbərdən sonra o həqiqətən məyus oldu. He was, məyus olmaq nə idi? Unhappy deyək. Upset idi sizin sözlərinizin içində. He was upset after bad news. Mən hər gün qəzet oxuyuram. Müəlliminiz hərf səhvi buraxıb. Qəzet olmalıdır orada. Mən hər gün qəzet oxuyuram. I read a newspaper every day. Bu söz nəyi ifadə edir? What does these words mean? Və yaxud da what does this word refer to? Belə deyə bilərik. Onun əsas rahatlığı övladının sağlamlığıdır. His first concern about his child's health. Qəzet şəhərdəki bütün bir yanğını məruzə edirdi. A newspaper
reported the whole fire in the city. Bu kitabın gülməli məzmunu var. This book has funny content. Videonun kontenti uşaqlara uyğundur. This video's content is suitable for children. Və yaxud da appropriate to children uşaqlara və yaxud da for children uşaqlar üçün. Mən sənin hədiyyəni qəbul edirəm. I accept your gift.